7 yaşım var idi. İlk dəfə bu yeməyi yedikdə. Babamla kəndə gəlmişdik. Nənəm mənim gəlişimə qozlu dolma hazırlamışdı. Biz tərəflərin ən məşhur yeməklərindən biridir desəm yalan olmaz. Qozlu dolmanı ilk dəfə yedikdə anamın bişirdiyi dolmadan tamamilə fərqli olduğunu gördüm və tərəddüdlə dedim ki, nənə mən bunu yemək istəmirəm. Ə, Nənəm isə bunu çox gözəl qarşılayaraq mənə yumurta bişirmişdi. İndiyənə qədər yadımdadır, amma illər sonra inanın ki, ağzımızın dadını dəyişmək üçün, ləzzətli bir yemək yemək üçün nə bişirim dedikdə ilk ağlıma gələcək məhz bu qozlu dolmadır. O qədər ləzzətlidir ki, o qədər dadlı, fərqli bir dadı var ki, bişirilmə qaydası da eynən bu şəkildədir. Videonun alt bölümündə yazacağam. Üzərini lavaşla bağlayırıq, sonra həmin lavaşı boşqab kimi istifadə edirik. Dolmanın özünü isə əzgil şərabı ilə, nar şərabı ilə yeyirik. O qədər ləzzətli olur ki, hazırlayın. Mənə təşəkkür etmiş olacaqsınız.